Salam. Bu günləri mən sizə L'Hopital qaydasından danışacağam. L'Hopital qaydası bizim abituriyentlərə öyrətdiyimiz üsullardan biridir. Abituriyentlər daha tez bu üsulla limitləri hesablayır. Əgər biz limitləri hesablayarkən funksiyanın müəyyən xassələrindən, müəyyən çevirmələrdən, qruplara ayırma, məxrəcin irrasionallıqdan azad olunması, müəyyən trigonometrik çevirmələr, görkəmli limitlər, hər bir funksiya öz xassəsinə uyğun yanaşma və sadaladığım qaydalardan istifadə edərək əldə ediriksə, L'Hopital qaydasında ümumi yanaşmadan istifadə edilir. L'Hopital qaydasının əsasında teoremə dayanır. L'Hopital qaydasının fransız alimi, riyaziyyatçısı L'Hopital vermişdir. Gəlin əvvəlcə bir sıra qeyri-müəyyənlikləri qeyd edək. Hansı qeyri-müəyyənliklər var? 0 bölünsün 0, sonsuzluq bölünsün sonsuzluq, 0 vurulsun sonsuzluq, sonsuzluq çıxılsın sonsuzluq, sonsuzluq üstü 0, 1 üstü sonsuzluq və 0 üstü 0 qeyri-müəyyənliklər. Bunlara ona görə qeyri-müəyyənlik deyilir ki, çünki seçilən funksiyalardan asılı olaraq bu, məsələn, tutaq ki, bu nisbət, yaxud bu ifadə, bu qeyri-müəyyənlik hər dəfə ayrı-ayrı nəticələr verir. Konkret nəticə aparıb çıxartmır həmişə. Ona görə də bunlara qeyri-müəyyənlik deyilir. Məsələn, bir nümunəyə baxaq. Fx bərabərdir x olsun, gx bərabərdir x kvadrat olsun. Onda limit x yaxınlaşanda 0-a fx və gx funksiyaların nisbətinə baxaq. Göründüyü kimi bunun nəticəsi sonsuzluğa bərabərdir. Amma tərs nisbətə baxsaq, məsələn, x kvadrat bölsün x, bunun nəticəsi nəyə bərabər olar? Özdə burada 0-a yaxınlaşır. Bunun nəticəsi 0 olar. Yaxud funksiyaları dəyişib, fx bərabərdir x və gx bərabərdir 2x götürsək, onların nisbəti x 0-a yaxınlaşanda 2-yə bərabər olacaq. Dax ki, belə bir şey. Limit x yaxınlaşanda 0-a, x bölünsün 2x. Bir funksiya x-dir, biri də digəri 2x-dir. X-in 0-a yaxınlaşmağına baxmayaraq, limitin qiyməti 2-də 1 olacaq. Bax, bu anlayışa görə bunlara qeyri-müəyyənlik deyilir. İndi isə bizə aşağıda sadaladığım şərtləri ödəyən tutaq ki, funksiyalar verir. Fx və gx funksiyaları verilib ki, bizim marağımızda bunların nisbətini düzəltməkdir. Fx və gx funksiyaları görək hansı şərtləri ödəyir. Deməli, bu funksiyalar x bərabərdir a nöqtəsinin müəyyən ətrafında təyin olunmuş, kəsilməz və diferensiyallanan funksiyalardır. X bərabərdir a nöqtəsinin ətrafını ona görə qeyd etməyə zəruri hesab edirik. Yəni, x bərabərdir a nöqtəsində funksiyanın təyin olunması zəruri deyil. Çünki limitdən danışarkən nöqtənin ətrafında funksiyaların özünü necə aparacağı bizə maraqlı olacaq. Və digər bir şərt ondan ibarətdir ki, limit x yaxınlaşanda a-ya, fx bərabərdir gx bərabərdir. Bunu da belə yazaq. Limit x yaxınlaşanda a-ya gx bərabərdir 0-a və yaxud limit x yaxınlaşanda a-ya fx bərabərdir limit x yaxınlaşanda a-ya gx bərabərdir sonsuz. Bu şərtləri ödəyən funksiyalardır. Onu da göstərmək olar ki, fx və gx funksiyaları nisbətindən düzəldilmiş, limit x yaxınlaşanda a-ya fx bölünsün gx, onların teoremələrinin nisbətindən düzəlmiş limitə nədir? Bərabərdir. Gəlin bu bərabərliyin, yəni sonuncu bax, qeyd etdiyim bu bərabərlik var ki, yazdım. Bunu doğruluğunu göstərir. Doğruluğunu göstərmək üçün belə bir fərziyyə irəli sürək ki, fx və gx funksiyaları x bərabərdir a nöqtəsində təyin olunmuş, kəsilməz, diferensiyallanan funksiyalardır. Həmçinin bu funksiyaların teoremələri də eyni şərti ödəyir. Yəni, teoremələri də x bərabərdir a nöqtəsində kəsilməz, diferensiyallanan funksiyalardır. Onlar kəsilməzlik şərtinə görə biz belə bir bərabərlik yaza bilərik. Limit x yaxınlaşanda
a'ya fx bərabərdir f-a və limit x yaxınlaşanda a'ya jx bərabərdir j-a. Bu bərabərliklərdən sonra fx funksiyasının biz a nöqtəsindəki artımını neyək? Düzəldir. Fx funksiyasının a nöqtəsindəki artımı biz belə yaza bilərik. Yəni x minus a artımına uyğun, x minus a'ya uyğun fx minus fa yaza bilərik. Və bundan sonra, bütün bunlardan sonra həmçinin jx funksiyası üçün də x minus a artımına uyğun biz funksiya artımı, jx funksiyası üçün funksiya artımı bax bu qaydada yaza bilərik. İndi belə bir bərabərlik yazaq. Fx bunları verdikten sonra fx bölünsün jx funksiyası. Biz fx minus fa özdə o şərtə görə biz yazmışdıq ki, hansısa limit x a'ya yaxınlaşanda fx bərabərdir fa, limit x a'ya yaxınlaşanda jx bərabərdir ja. Qoy bu da dayansın. Onunla fx minus fa, bir də jx minus ja kimi yaza bilərik. İndi bu nisbətlərin limitinə keçək, amma limitinə keçməmişdən öncə bu bərabərliyi də mən belə yazım. Fx minus fa bölünsün x minusa, yəni fx funksiyasının x minus a artımına uyğun funksiya artımı yazdım və funksiya artımının argument artımına nisbətən düzəltdim. Həmçinin jx minus ja bölünsün x minus a. X minus a artımına uyğun funksiya artımı yazdım və funksiya artımının argument artımına a nöqtəsindəki artımına bölür. İndi limitə keçsək, limit x yaxınlaşanda a'ya fx bölünsün jx bərabərdir. Birbaşa bunu yazıram. Limit x yaxınlaşanda a'ya fx minus fa bölünsün x minusa jx minus ja bölünsün x minus a. İndi surətin limiti, məxrəcin limiti qaydasını tətbiq etsək, birbaşa olaraq bunu nə yazıram? Bu törəmənin tərifidir də funksiya artımının argument artımı nisbətinin limitinə fx funksiyasını nə edəcəyik biz? A nöqtəsindəki törəməsi deyəcəyik. Yəni f' a bərabərdir j' a. Yəni surətin limiti x a'ya yaxınlaşanda bu nisbətin limiti f' a deyir, yəni törəmənin tərifindən istifadə etdik. X minus a artımına uyğun jx funksiyasının nisbətinin limiti j' a'ya bərabər. Yəni nəticədə limit x yaxınlaşdı a'ya, fx bölünsün jx nisbətin f' a bölünsün j' a almış olduq. Fx və jx funksiyaları başlanğıcda göstərdik ki, x bərabərdir a nöqtəsində kəsilməzdirlər. Kəsilməzliyə görə də biz onda bunu yekun belə yaza bilərik də. Limit x yaxınlaşdı a'ya, fx bölünsün jx bərabərdir limit x yaxınlaşdı a'ya, f' a bölünsün j' a kimi yaza bilərik. Beləliklə, biz başlanğıcda verdiyimiz fx və jx funksiyalarının nisbətinin x a'ya yaxınlaşanda limitinin, onların törəmələrinin nisbətinin liminə bərabərliyin göstərmiş oldu. Və beləliklə, L'Hopital qaydasının doğruluğu göründü. Törəmənin tərifindən istifadə etmək qaydası ilə biz bunu göstərdik.
O zəruri qeyd edək ki, burada biz x a-ya yaxınlaşanda L'Hopital qaydasının doğruluğunu göstərmişik. Amma x sonsuzluğa da yaxınlaşdıqda bu nisbətin limitin bax belə qiymətləndirmək mümkündür. Həmçinin sonsuzluq bölünsün sonsuzluq şəklində qeyri-mühəllikləri də bax bu bərabərliyin doğru olduğu, yəni burada 0 bölünsün 0 şəklində idi fx funksiyası. Çünki başlanğıcda demişdik, bunlar nəyə bərabərdir? Bax burada unutmuşam qeyd etməyi, bu 0-a bərabərdir. 0-a bərabər olduğu üçün biz bu nisbəti düzəltmişik. 0 bölünsün 0 şəklindədir, amma sonsuzluq bölünsün sonsuzluq şəklində limitləri də göstərmək olar ki, bərabərlik doğrudur. İndi bu qeyri-mühəlliklərə aid istəyirəm bir neçə sadə məsələ ilə həllini göstərim ki, L'Hopital qaydasının tətbiqinə dair. Pozalları. Deməli, birinci məsələ. Birinci məsələ nədir? Limit x yaxınlaşanda 0-a sinus x bölünsün x. Bu birinci görkəmli limitdir. Biz bilirik ki, bunun nəticəsi 1-dir. Amma baxsaq görək ki, x 0-a yaxınlaşanda yuxarıdakı ifadə 0-a yaxınlaşır. Çünki sinus 0-a yaxınlaşdıqca 0 alır. Aşağıdakı ifadə də 0-a yaxınlaşır. Ona görə də biz L'Hopital qaydasını tətbiq edə bilərik. Yəni limit x yaxınlaşanda 0-a sinus x bölünsün x bərabərdir limit x yaxınlaşanda 0-a məxrəcin törəməsi, surətin törəməsi və bu da nə edəcək? Limit x yaxınlaşanda 0-a kosinus x bölünsün 1. Bunun cavabı elədir? Kosinus 0-da 1 cavabı verəcək. Başqa bir nümunə. Məsələn, limit x yaxınlaşanda sonsuzluğa x kvadrat bölünsün y üstü x. Bax, sonsuzluğa. Burada görürük ki, x sonsuzluğa yaxınlaşanda x kvadrat daha sürətlə sonsuzluğa yaxınlaşır. Həmçinin x sonsuzluğa yaxınlaşanda y üstü x da daha sürətlə sonsuzluğa yaxınlaşır. Yəni, sonsuzluq bölünsün sonsuzluq şəklində nədir? Qeyri-mühəllikdir. Onu da L'Hopital qaydasını tətbiq etsək, olacaq, yəni bu bərabərlik, bax, bunu belə yazdım. Limit x yaxınlaşanda sonsuzluğa, bu limit x kvadratın törəməsi bölünsün y üstü x-in törəməsi. Y üstü x-in törəməsi özünə bərabərdir. Yəni limit x yaxınlaşanda sonsuzluğa y üstü x törəməsi özüdür. X kvadratla törəməsi 2x. Yenə də biz görürük ki, nə baş verir? Sonsuzluq bölünsün sonsuzluq şəklində qeyri-müəyyənlik alınır və bir dəfə də təkrar tətbiq edirik. Yəni, teoremin şərtləri bu iki funksiya üçün də qüvvədə qalır. 2x-in törəməsi 2, y üstü x-in törəməsi yenə y üstü x. X sonsuzluğa yaxınlaşanda y üstü x sonsuzluğa yaxınlaşır. Yəni, onda 2 bölünsün sonsuzluq şəklində bir ifadə alınır. Bu da nəyə bərabərdir? 0-a bərabərdir. Məsələn, üçüncü bir limit göstərək ki, 0 üstü 0 şəklində qeyri-müəyyənlik. Məsələn, baxaq, limit x yaxınlaşanda 0-a, x üstü x. Bax, bunun limitini hesablayaq. Burada daha yaxşı olar ki, biz işimizi ehtiyat tutaraq, burada müsbət 0 yazaq. Yəni, 0-a sağdan yaxınlaşdım. İndi burada loqaritmik çevirmə aparacaq. Amma loqaritmik çevirmə aparmaqdan öncə görək bu necə qeyri-mühəllikdir. Bax, diqqət etsək görərik ki, x 0-a yaxınlaşanda bu ifadə də 0-a yaxınlaşır. X 0-a yaxınlaşanda bu da. Yəni, 0 üstü 0 şəklində qeyri-mühəllikdir.
İndi bu 0 üstü 0 şəklində qeyri-müəyyənliyi gəlin nə edək? L'Hopital qaydasını tətbiq edək. Biz başlanğıcda da demişdik ki, 0 bölünsün 0 üstü qeyri-müəyyənliklər də ya birinci ya da sonsuzluq bölünsün sonsuzluq şəkilli qeyri-müəyyənliklərə gətirir. Onda belə bir tətbiqat yerinə yetirirəm. Limit x yaxınlaşanda müsbət 0-a, x üstü x-i yazıram y üstü, ln əsas loqaritmi eyniləyə görə belə. Daha sonra limit x yaxınlaşdı müsbət 0-a, y üstü x vurulsun ln x. Və limitin xassələsini tətbiq etsək, gəlin bunu tapın. Burada yazaq. Y'nin üstü limit, yəni üstəki bu ifadənin limitini hesablayaq, qüvvətə yüksəldir, y'nin qüvvətinə qoyaq. X yaxınlaşanda müsbət 0-a, x üstü x vurulsun ln x. Və buradan da davam etsək, yazarıq y'nin üstü limit x yaxınlaşanda müsbət 0-a. Bax, bunu belə bir şey yazaq. ln x bölünsün 1 bölünsün x. Aydın. Yəni x ln x 1 bölünsün x yazır. İndi baxaq. 0-a yaxınlaşmada ln x nəyə yaxınlaşır? Ln x yaxınlaşır. 0-a yaxınlaşmada görürüm, sağ düz yazmışam. x a. Deməli, 0-a yaxınlaşmada görürük ki, ln x da nəyə yaxınlaşır? Sonsuzluğa yaxınlaşır. Sonsuzluğa. Çünki x 0-a yaxınlaşanda ln x sonsuzluğa yaxınlaşır. Burada da x 0-a yaxınlaşanda 1 bölünsün x nəyə yaxınlaşır? Sonsuzluğa yaxınlaşır. Yəni əslində bu sonsuzluq bölünsün sonsuzluq şəklində bir qeyri-müəyyənlikdir. Ona bax, bunu belə yaza bilərik. ln y üstü limit x yaxınlaşanda müsbət 0-a, ln x-in törəməsi 1 bölünsün x və bölünsün 1 bölünsün x-in də törəməsi mənfi 1 bölünsün x kvadrat. Və buradan davam etsək, y üstü limit x yaxınlaşanda müsbət 0-a, 1 bölünsün x vurulsun x kvadrat bölünsün 1. Təbii ki, mənfini də qabağa çıxarsa və buradan nəticə olaraq y üstü limit mənfi x yaxınlaşanda müsbət 0-a qalır x. Və bu limitin də nəticəsi bizə 0 verdiyindən y üstü 0 və nəticənin 1 olduğu alınmış olar. Və beləliklə bu günləri mən çalışdım ki, L'Hopital qaydası haqqında məlumat verim və 3 misal nümunəsi də L'Hopital qaydasına aid göstərdim. 0 bölünsün 0, sonsuzluq bölünsün sonsuzluq və 0 üstü 0 şəklində qeyri-müəyyənliklərə dair.